Bəzən suallar meydana çıxır və biz bu sualları cavablandırmaq üçün Qurani Kərimin ayələrinə və məsumların hədislərinə müraciət etməli oluruq. Dünya barəsində, ümumiyyətlə dünyanın mahiyyəti nədir? Və o dünyada yaşayan insanlarla bu dünyada yaşayan insanlar arasında hansı fərqlər mövcuddur? Və insan dünyada yaşadığı müddətdə hansı əməlləri yerinə yetirməlidir ki, o dünyada insanın həyatı yaxşı olsun? Görəsən, Qurani-Kərim bizə bu barədə hansı mesajlar verir? Və Qurani Şərifdə 6336 ayənin içərisində Quranda bir ayə belə tapa bilmərsən, orada Allah desin ki, dünyadan bəhrələnməyin, dünyadan istifadə etməyin. Belə bir şey yoxdur. Allah Quran-ı Şərifdə deyir ki, mal və övladlar dünya həyatının zinətləridir. Yaxşı, xeyir işlər Allah yanında qalacaq və bel bağlamaq üçün gözəldir. Başqa ayədə deyir ki, kim Allahın halallarını haram etdi və kim dedi ki, dünyanı atın, gedin dağda daşda ibadət edin. Kim bunu sizlərə söylədi? Ona görə də Allah Quran-ı Şərifdə dünya barəsində mesajlar çatdırır biz insanlar üçün. Ümumiyyətlə, dünya barəsində danışanda əxlaq ustadları, əxlaq alimləri dünyanı bir mədrəsəyə bənzədirlər. Həzrəti İmam Əli Nəhcül Bəlağəsində deyir ki, mən necə tərifliyim bir dünyanı ki, onun əvvəli məşəqqət və çətinlikdir, sonu isə əzabdır. Yəni, onun halalında hesab var, haramında əzab var. Dünyanın xüsusiyyəti budur. Dünyanın mahiyyəti budur. Dünya nə versə, neməti daşdandır, vurma diş. Üzdə bekardır, xəlvəti gizlin, qurur, miniş. Baxsam piyadadır ki, gedir at kimi gediş. 7 fələklə 6 cəhət heç dəyişməmiş. Aləm bizi dəyişdirərək imtahan çəkir. Ona görə də insan dünyada çalışmalıdır, xeyir əməllər etsin və o dünya üçün, axirət üçün insan bu dünyada azuqə toplamalıdır. Bu dünyada dünyanın bir tərəfi qəmdir, bir tərəfi kədərdir. Bu yandan insan sevinir, bu yandan insan kədərlənir. Dünyanın mahiyyəti budur.